لله الذي فرض الحج على عباده وجعله أركان الإسلام ومواصل الخيرات. وأشهد أن لا إله إلا الله وحده لا شريك له شرع لنا هذا الدين القويم وأكمله لنا وأتم علينا به النعمة. وأشهد أن محمدا عبده ورسوله الداعي إلى سبيل الله المبلغ عن ربه أصدق البلاغ، صلى الله عليه وعلى آله وأصحابه أجمعين ومن تبعهم بإحسان إلى يوم الدين. أما بعد، فأوصيكم بتقوى الله، وهي وصية الله للأولين والآخرين، ولقد وصينا الذين أوتوا الكتاب من قبلكم وإياكم أن اتقوا الله. Əziz, değerli kardeşler, əziz Müslümanlar, ilk önce Allah'tan korkmağı tövsiye ederim. Bu Rabbimizin hem bize hem bizden evvelki nesillere ettiği bir tövsiyesidir, nesihatidir. Buyurur ki öz kelamında, biz sizden evvelki ehl-i kitaba tövsiye ettiğimiz kimi size de Allah'tan korkmağı tövsiye edelim. Ve sonra hem edirəm ki, Allah Teala müvəffəq edib bizi bu əzəmətli ayda, bu mübarək ayda, bu əzəmətli diyara gəlib çatmağa, bu əzəmətli ibadət hansı ki hazırlaşır onu yerinə yetirməyə müvəffəq edib bizi öz məxluqatının içindən seçərək. Çünki bu ibadət, həcc ibadəti əzəmətli ibadətdir. İbadətlərin içərisində əzəmətliyinə görə böyüdür. Bəs edir ki, İslamın rukunlarından bir rukundur. İslamın əsaslarından bir əsasdır. Hansı ki, Allah Teala fərz edib. Ömürdə bir dəfə əgər Müsəlman qadirdirsə, bədənində qüvvəti varsa, gücü varsa, malı varsa, gələ bilirsə, bu ibadəti yerinə yetirməyi ona ömürdə bir dəfə vacib edir. Bu əzəmətli ibadət hansı ki, cəm edib özündə həm sözü, həm əməli, cəm edib özündə həm niyyəti, həm səyi. Bu ibadət hansı ki, Tohidin əzəmətliyi onda açıq aydın özünü büruzə verir. Bu ibadət hansı ki, tabiçilikdir, təslimiyyətdir Rəbbimizə, onun elçisinə. Bu ibadət hansı ki, özündə ixlasın mənalarını daşıyır. Bu ibadət hansı ki, onu yerinə yetirən dərk edir ki, dünya fanidir, heçdir. Ona görə bu ibadət haqqında dərsə girməmişdən əvvəl, əhkamlarına toxunmamışdan əvvəl xatırlamalıyıq, bilməliyik ki, bizim burada mövcud olmağımız heç də təsadüf deyil. Əksinə, Rəbbimizin seçimidir. Allah Teala'nın seçimidir. Seçib sizi, bizi yaxınlaşdırıb özünə, onun qonaqları edib, karvanı edib. Əl-Hüccacu vəl-Ummaru vəfdullah. Deyir ki, sallallahu aleyhi və səlləm, həcc edənlər, ümrə edənlər Allahın qonaqlarıdır, yəni karvanıdır. İzə də'uhu əcəbuhum. Onu çağırsalar, ona dua etsələr, onlara cavab verər. Və in istəğfəruhu ğafara ləhum. Ondan bağışlanma diləsələr, onları bağışlayar. Ona görə elə zənn etməyin ki, bu yer, bu şəhər, hansı ki, gəlib çatmışıq ora, bura çatmağımız təkcə bizim var dövlətimizləndir, yox. Və ya bizim gücümüzə görədir. Xeyr, əksinə müvəffəqiyyətdir.
Müvəffəqiyyət də Allah Taala'dan, hansı ki öz əzəli elmi ilə, öz seçimi ilə müvəffəq edib bizi seçib, hidayət edib bura çatmaq üçün nə çox nəfs, nə çox insan həccü arzulayır, gəlmək istəyir. Allahın qədim evini ziyarət etmək istəyir. Darıxır, alışıb, yanır buna görə, lakin məhrumdur. Və nə çox insan varlıdır, zəngindir, qadirdir, lakin yazılmayıb ona. Ona gəlib çatmaq. Lakin Allah Teala istədiyini müvəffəq edib. Öz əmri ilə. Ona görə də bu yerdə olmaq, bu əzəmətli ibadəti yerinə yetirmək şərəfdir. Müsəlman üçün. Çünki bu günlər sayılı günlərdir. Allah Teala belə adlandırıb. Əyyəmən mə'dudət. Sayı bəlli olan günlər. Bu sayı bəlli olan günlər bir neçə gündən sonradır. Və o şey ki sayılır, o tez gəlib gedəndir. Allahın izni ilə, köməkliyi ilə dayanacaqsınız Ərafada, hansı ki həcc Ərafadır. Dayanacaqsınız təlbiyə edərək, La ilahə illallah deyərək, dua edərək, göz yaşı tökərək, bağışlanma, məğfirət diləyərək, dərəcələrinizin qaldırılmasını istəyərək, Səfa Mərva arasında gedəcəksiniz, gələcəksiniz, səy edəcəksiniz, Kəbəni, o qədim evi tavaf edəcəksiniz. Hər attığınız addım, hər etdiyiniz əməl hamısı Allahın itayətindəndir. Bu ibadətin bir hissəsidir. Dərəcələrinizi qaldırsın deyə, günahlarınızdan keçsin deyə. Ona görə deyirəm ki, bu neyməti dərk edəsiniz. Hiss edəsiniz bu neyməti və şükür edəsiniz Allah Teala'ya ki, onun seçdiyi bəndələrdən edib sizi. Asanlaşdırıb bura gəlməyi, baxmayaraq səfər məşəqqətdir, əzabdan bir parçadır, çətindir, qadınlar üçün cihaddır. Lakin Allah Teala kimi müvəffəq edibsə, onun üçün asandır. Asanlaşdırıb mal verməklə sizə bura gəlmək üçün, asanlaşdırıb bədənlərinizi qüvvətli, sağlam etməklə gətirib sizi öz haramına, gətirib bu günlərdən faydalanasınız deyə, bu sayılı günlər, ona görə qənimətdir. Bu günləri qəflətdə keçirməyin. Bu günləri boş mübahisələrdə, faydasız işlərdə keçirməyin. Çünki bu günlər qayıtmayacaq. Və bilmirsən, müvəffəq olacaqsan, yenə yoxsa yox. Halbuki insanlar var, çatıblar bu ölkəyə, lakin bu şəhərə girməyə müvəffəq olmurlar. Məhrumdular. Baxmayaraq bu ölkədədirlər. Ona görə qonaqsız səxavətlərin ən səxavətlisinin həyə edin Rəbbinizdən haqqı ilə, üz tutun ona doğru qəlbinizlə, bədənlərinizlə, niyyətlərinizi təzəliyin, gizlinizi paçlaşdırın, əməllərinizi təmizləyin, hər bir əməllərinizi batil edəcək, pozacaq, bulanıq edəcək hər bir şeydən. Və bilin ki, bu ibadət hansı ki, fərz edib Allah Teala onu yalnız xalis qəlblə edəndən qəbul edir. Yalnız onun rizası üçün edəndən qəbul edir. Peyğəmbərinin etdiyi kimi edəndən qəbul edir. Xulu anni mənasikakum. Məndən həccinizin əhkamlarını götürün. Əbəs yerə sallallahu aleyhi və səlləm belə buyurmuyub. Ona görə bu ibadəti yerinə yetirəndə dərk et ki, sən bura gəlmisən Allah rizası üçün bu əməli yerinə yetirəsən ki, Allah Teala günahlarını bağışlasın. Gəlməmisən ki, qaydandan sonra məclislərdə başda olasan. Gəlməmisən ki, qaydandan sonra hansısa ləqəbi daşıyasan, onu ilə çağırılasan.
hansısa titulun sahibi olasan, gəlmirsən ki, günahların bağışlansın. Hansı ki, bu ibadətdə məqsəd də budur. Rəbbinin razılığı, günahlarından keçməsi. Mən həccə fələm yarfus və ləm yafsuq. Kim həcc edərsə, pis söz danışmazsa, pis əməl etməzsə, fasiqlik etməzsə, rəcə min dunubihi fəyevmi vələdət ummu. Qaydanda günahlardan təmizlənmiş qaydar sanki anasından yeni dünyaya gəlib. Sanki yeni doğulmuş bir körpə kimi qayıdır. Ona görə də həcc heç də mücərrəd zahiri əməllər deyil. Əksinə nəfsin tərbiyəsidir. Əksinə qəlbin təmizliyidir. Səbirdir. İmtihandır. Dünya və onun bərbəzəyinə arxa çevirməkdir. Fikir ver, hamı eyni libasda olacaq. Bərabər. Varlı ilə kasıb arasında heç bir fərq yoxdur. Ərəblə qeyrisi arasında, əcəm arasında heç bir fərq yoxdur. Hamısı itayət meydanındadır. Hamısı tohid kölgəsi altında birləşib. Hamısı arzuluyur Rəbbindən rəhməti. Hamısı qorxur Rəbbinin əzabından. Elə isə bu əzəmətli fəzilət, onu itirməkdən qorxmalısan. Əksinə müjdədir. O kəssin ki, kim müvəffəq olacaq buna. Müjdədir o seçilənlərə, hansıları ki, Rəbbimiz seçib öz itayəti üçün çoxaldın Allahın zikrini, çoxaldın Allaha yalvarıb dua etməyi. Dedi ki, bu günlər sayılan günlərdir. Və tez gəlib gedəcək. Və xoşbəxt o kəsdir ki, istifadə edəcək bu günlərdən. Və bədbəxt o kəsdir ki, bu günləri hədər edəcək, itirəcək. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin həccinə baxsaq, Peyğəmbər sallallahu aleyhi və səlləm ömründə bir dəfə həcc edib. Və 4 dəfə də ömrə edib. Və o bir həcci hansı ki, vəda həcci kimi tanınır, Cəbir radiyallahu anhu nəql edib bizə. Tamamıyla uzun rəvayət etdiyi hədisdə və əvvəlində deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm 9 oturdu. Yəni 9 il gözlədi, çıxmadı həccə. Baxmayaraq hicrətin 9-cu ilində fərz olmuşdu həcc. Özü çıxmadı 9-cu ildə. Əbu Bakr radiyallahu anh onu göndərdi həcc edənlərlə. Elə ki 10-cu il oldu, elan etdi ki, həcc edəcək. Xəbər saldı ki, həcc edəcək. Ona görə deyir ki, Cəbir, Mədinəyə çoxlu insan axış etdi. Yəni çoxlu səhabələr gəldi. Ne üçün? Peyğəmbər sallallahu aleyhi və səlləmin etdiyi kimi həcc etmək üçün. Ona görə deyir ki, radiyallahu anhu, Peyğəmbər sallallahu aleyhi və səlləm Zülhüleyfədə olanda, yəni Miqatda, Mədinə yaxınlığında sağıma baxdım, insan gördüm, soluma baxdım, insan gördüm, önümə baxdım, arxama baxdım. Hər yerdə ya minikdə, ya piyada insanlar var idi. Hamısı Peyğəmbərin etdiyi kimi etmək istəyirdi. Əməlimizin hamısı onun etdiyi kimi idi. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm tohidə tərbiyə etdi. Yəni dedi, ləbbeyk Allahümmə ləbbeyk, ləbbeykə lə şərikə ləkə ləbbeyk, innəl həmdə və ni'mətə ləkə vəl mulk lə şərikə lək. Tohid kəlmələri, hansı ki, deyəcəksiniz Allahın izni ilə. Ləbbeyk Allahümmə ləbbeyk, yəni Allahım, sənin əmrinə eşidib gəlmişəm. Sənin əmrinə tabi olandan sonra yenə tabi oluram. Sənin heç bir şərikin yoxdur. Həm mülk sənə məxsusdur. Sənin heç bir şərikin yoxdur. Bu kəlmələr hansı ki, Peyğəmbər s.ə.v buna tərbiyə edib. Və deyir ki, Cəbir, o vaxt ümrə tanımırdıq. Yəni, həccə çıxanda ümrə tanımırdıq. Həccə niyyət elədik. Elə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Məkkəyə gəlib çatdıqdan sonra, ümrəni yerinə yetirəndən sonra
əmr etdi səhabələrə kim heyvan gətirməyib ehramından çıxsın. Yəni, ehramdan çıxıb həcci gözləsinlər. Ona görə də axırıncı əmri Peyğəmbər sallallahu aleyhi və səlləmin səhabələrinə bu idi. Ona görə də ən əfsəl həcc təməttü həccidir. Və ilk ümrəni etmişsiniz artıq. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin əmr etdiyi də səhabələri bu idi. Ona görə səhabələr soruşanda, ya Rasulallah, bu etdiyimiz, yəni ümrəni edib, ehramdan çıxıb, sonra yenidən həccə niyyət etməyimiz bu il üçündür, yoxsa əbədiyyən, yəni qiyamətə kimi? Peyğəmbər sallallahu aleyhi və səlləm barmaqlarını bir-birinə salaraq deyir ki, ümrə həccə daxil oldu qiyamətə kimi. Əksinə, əbədiyyən və təkrarladı bu sözlər. Ona görə İbn Abbas radiyallahu anhu görəndə ki, kimsə evi tavaf edib, Səfa Mərvə arasında səy edib, yəni ümrəsini bitirib, ehramında qalırdı, ona deyirdi ki, sünnətü nəbiyyukum və in rəğimtum. Yəni, ehramdan çıxmalısınız, bu Peyğəmbərinizin sünnəsidir, siz istəməsəzlər. Və biz də təməttü həccə eləyəcəyik. Ömrəni artıq etmişik. Və gözləyirik ki, həcc günləri başlasın. Və həcc Zilhiccənin 8-də başlayır. Hansı ki, tərviyə günü adlanır həmin gün. Ne üçün tərviyə günü adlanır? Çünki həmin gün Minaya həcc edənlər özləri ilə su daşıyırdılar. Orada su olmadığına görə. Ona görə Zilhiccənin 8-ci günü gəldikdə həcc edən həccə niyyət edir. Deyir ki, ləbbeyk Allahumma həccən. Necə ki, ümrəsində eləmişdir. Və kimsə yaxınlarından vəfat etmiş kiminsə yerinə edirsə, niyyət edəndə həmin kəsin adını zikr eləyir. Deyir ki, ləbbeyk Allahumma umratan an Əhməd, məsələn. Bu cür niyyət edir ehrama girmək üçün. Və ehramda da necə ümrədə olduğu kimi eyni ilə qadağalar yenə başlayır. Hansı ki, ondan qabaq icazəli idi. Necə ümrə edəndə ehramda bəzi qadağalar var idi, hansı ki, rəayət edirdik, ətir vurmurduq, saçımızdan, dırnağımızdan heç nə götürmürdük, çalışırdıq ki, ehramı pozmayaq. Eyni şərtlər həcdə də, həccin ehramında da eynidir. Lakin bir fərq nədir? Ümrədə miqata çıxırdıq, ehrama girmək üçün. Miqatı keçirdi. Lakin həcc edən Məkkədədirsə, ehrama girmək üçün olduğu yerdən ehrama girir. Olduğu yerdə niyyət edir. Və ümrə üçün necə ehramdan qabaq təmizlənirdisə, quslalırdısa, yuyunurdusa, eləcə də həccin ehramında da eynisi var. Və ehram da kişilər üçün iki parçadır, izarla ridadır. Qadınlar üçün isə xüsusi ehram yoxdur. Gündəlik geyindiyi paltar və dəyişə də bilər. Hətta ehramda kişilər də əgər ehramı çirk olubsa, dəyişib başqa ehram da giyə bilər. Və yuyunmaq üçün ehramı çıxarmaq məcburiyyətindədirsə çıxaracaq. Bu, onun ehramını pozmur. Və təlbiyəyə başlayır. Elə ki, niyyət etdi həcc üçün, yenə təlbiyə edir. Necə ki, ümrədə təlbiyə edib. Deyir ki, ləbbeyk Allahumma ləbbeyk, ləbbeykə lə şərikə ləkə ləbbeyk, innəl həmdə və ni'mətə ləkə vəl mulk lə şərikə lək. Və sünnədir ki, səsi yüksətsin tərbiyədə. Ona görə ən əfsəl həcc hansı həccdir? Peyğəmbər sallallahu aleyhi və səlləmlə soruşanda səhabələr radiyallahu anhum deyir ki, əl-əcc və fəcc. O həcc ki, təlbiyədə səsi yüksək olan və o həcc ki, daha çox qurban kəsilən, yəni qan axıdılan.
Ona görə əfsəl həcc budur. Və əfsəldir ki, təlbiyədə səsi yüksəldəsən. Necə səhabələr yüksəldirdilər. O dərəcədə ki, bir müddət sonra səsləri batırdı. Və tərbiyə ümrədən fərqli olaraq davam edir ta ki 10-cu gün Zilhiccənin 10-u bayram günü böyük cəmaranı və bəziləri böyük şeytan kimi eşidib. Onu daşlayana qədər davam edir. Bayram gününün 10-cu gününə qədər ta ki Cəmaratul Əqabəni daşlayana qədər təlbiyə davam edir. Həcc edən təlbiyəsini edir. Və dedi ki, ehramı olduğu yerdən girir. Yəni, necə biz qaldığımız oteldəyik, buradan da ehrama girib həccə niyyətimizi eləyəcəyik. Hətta Məkkə əhli hardadılarsa oradan ehrama girir. Sonra Minaya doğru hərəkət edib, sallallahu aleyhi və səlləm. Minaya gedib, Zilhiccənin 8-ci günü. Və sünnədir ki, zöhrü orada qılasan. Qısaldılmış vaxtında, əsrə birləşdirmədən. Və həmçinin gecələyəsən həmin gün Minada Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsi olduğu üçün, ona görə Abdullah ibn Ömər radiyallahu anhudan soruşanda bəziləri ki, Zilhiccənin 8-i Minada gecələmək sünnədir, yoxsa vacib, qəzəblənir, deyir ki, gördüm Peyğəmbər sallallahu aleyhi və səlləm Minada gecələdi. Və qəzəblənir soruşana ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə etdiyi halda verdiyin bu sual nədir? Beləcə də digər namazlar, əsr namazı, məğrib namazı, işa namazı və həmçinin sübh namazı Minada qılınır, hər biri öz vaxtında və səfərdə hansı namazlar qısaldılırsa, o namazlar qısaldırılaraq qılınır. Və cəmaat şəklində də qılınır, cəmaata çatmayan özü tək də qıla bilər. Elə ki, Zilhiccə ayının 9-u olub, hansı ki, Ərafa günü adlanır o gün, günəş çıxandan sonra Peyğəmbər sallallahu aleyhi və səlləm Ərafaya doğru hərəkət edib. Və səhabələr də onun ilə bərabər və təlbiyə edərək, eləcə də təkbir edərək, təkbir yəni Allahu Ekber deyərək, Peyğəmbər sallallahu aleyhi və səlləmin səhabələri bəzisi belə edirdi, bəzisi təlbiyə edirdi. Və heç kimə də inkar edilmirdi onlardan. Peyğəmbər sallallahu aleyhi və səlləm onu ilə bərabər həccə çıxanların belə etməsindən heç kimə inkar etməyib. Təkbir edən təkbir edib, təlbiyə edən təlbiyə edib. Və Peyğəmbər sallallahu aleyhi və səlləm Minadan Ərafaya gələndə Nəmira deyilən yerdə dayanıb bir müddət. O da Ərafata yaxın bir yerdir, lakin Ərafadan deyil. Dayanıb kölgələndiriblər onu orada. Yəni, çadır qurub, bir müddət dayanıb ta ki, günəş zenitə çatana qədər. Elə ki, günəş zeniti keçib, Peyğəmbər sallallahu aleyhi və səlləm daxil olub Urana deyilən vadiyə. Hansı ki, Ərafadan qabaq, az qabaq. Və Peyğəmbər sallallahu aleyhi və səlləm orada insanlara xütbə verib. Hansı ki, məşhur xütbəsi, vida xütbəsi, hansı ki, Peyğəmbər sallallahu aleyhi və səlləm xatırladıb onlara bəzi əhkamları, bu ayın, bu yerin əzəmətli və hörmətli olmasını, müqəddəs olmasını, xatırladıb bəzi qadağaları, ribanın qadağan olmasını, tövsiyə edib qadınları, onlarla yaxşı davranmağı və cahiliyyə adətlərinin ləğv olmağını. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm zöhrlə əsri orada qılıb. Bir azanla, iki iqamə ilə. Yəni, azan verilib, zöhr namazını qıldırıb səhabələrinə iqamə verdikdən sonra yenidən iqamə verilib
əsr namazını qıldırıb. Yəni, cəm edib namazları qısaldaraq. 2 rükət zöhr qılıb, 2 rükət əsr qılıb. Və bu namaz onların arasında və ya onlardan əvvəl sonra heç nə qılmayıb sallallahu aleyhi və səlləm. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin dayandığı o yerdə günümüzdə zəvvarların hamısının dayanması qeyri-mümkündür. Ona görə Ərafaya çatdıqda harada olacaqsa orada Peyğəmbərin etdiyi bu sünnələri tətbiq etməyə çalışacaq. Və ehtiyac deyil zəvvar Ərafaya çatdığında düşüb gəzsin Ərafanın çöllərini. Hansısa dağı axtarsın, hansısa təpəni axtarsın. Yox. Olduğu yerdə qalıb o günü qənimət bilib istifadə etməsi onun üçün daha fəzilətlidir. Çünki dedik ki, o gün saatlardır. Həc günlərdir və o gün, hansı ki Ərafa günü həcdir, o gün saatlardır, sayılan. Hansı ki necə gəlib, necə gedəcəyini hiss etməyəcəksiniz, özünüz görəcəksiniz. Ona görə də kim çatıbsa Ərafaya, olduğu yerdə qalıb, həmin günün ibadəti nədirsə onu etməyə çalışsın. Gəzmək, nəsə axtarmaq, kimləsə görüşmək, Ərafa onun yeri deyil. Və Peyğəmbər s.ə.v dediyimiz kimi, zöhrü, əsri birləşdirərək Ərafada qılıb, günəş zeniti keçəndən sonra, yəni zöhr vaxtı. Ona görə kim çatmayıbsa imamla namazı qılmağa tək də qıla bilər, özü də qıla bilər. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm Ərafaya daxil olub və gəlib dayanıb daşlar olan yerdə. İndi Cəbəlur Rəhmə kimi tanınır, Rəhmət dağı kimi tanınır həmin yer. Və dedi ki, ehtiyac yoxdur o yeri gedib axtarmağa, gedib ora çıxmağa, çalışmağa. Ərafa hamısı dayanacaqdır. Ərafa hamısı dayanacaqdır. Ona görə Ərafada dayananda çalışmalısan ki, Ərafanın çölünə çıxmayasan. Çünki çıxmağın ola bilər ki, həcdən məhrum olmağın olsun. Çünki ola bilər itəsən, dayanasan, Ərafanın çölü ola bilməyəsən ki, Ərafadır bura yoxsa yox. Ona görə hara veriləcəksə sizə, o yerdə dayanıb dualarınızı etməyə kifayətdir. Ehtiyac yoxdur Ərafanın ərazisində gəzməyə. Və Peyğəmbər sallallahu aleyhi və səlləm Ərafaya daxil olandan sonra dəvəsinin sinəsini o daşlara doğru çevirib. Nə edib? Əllərini qaldırıb dua edib. Ta ki gün batana qədər. Yəni zöhrdən ta ki gün batana qədər. Ona görə Usame ibn Zeyd radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin miniyinin tərkindəydim. Yəni məni də mindirmişdi dəvəsinə. Əllərini qaldırıb dua edirdi. Və dəvəsinin üzəngisi, yəni ip hansı ki dəvəni saxlayır oynan, əlindən düşdü. Bir əli ilə o üzəngini tutmağa, yəni götürməyə çalışdı. Digər əli hələ də yuxarıda dua edirdi. Ona görə də ən əfsəl əməl hansı ki edəcəksən Ərafada dua etməkdir. Peyğəmbər sallallahu aleyhi və səlləmin etdiyi kimi qibləyə doğru duraraq, əlləri qaldıraraq, dua edərək, təlbiyə edərək. Lakin bu demək deyil ki, Peyğəmbər sallallahu aleyhi və səlləm başqa əməllə məşğul olmuyor və ya başqa əməllə məşğul olmaq olmaz. Yox. Gəlib bəzi rivayətdə ki, necə ki İbn Abbas radiyallahu anhu nəql edib bizə, deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin səhabələrindən bir kişi dəvəsi onu dəvəsindən yıxır. Yəni öz üzərindən atır. Dəvəsi onu öz üzərindən atır və boynu sınır. Yəni ölür. Peyğəmbər sallallahu aleyhi və səlləm əmr edir ki, yuyulsun o kəs. Göstər ki, səhabələri ilə də maraqlanırdı sallallahu aleyhi və səlləm. Onların əhvalı ilə. Deyir ki, əmr etdi ki, o yuyulsun, su ilə
sidirlə və dedi ki, onu 2 paltarında kəfənləyin, yəni ehram paltarında. Başqa parçada yox. Və sonra dedi ki, وَلَا تُحَنِّتُوا ona ətir vurmayın. وَلَا تُخَمِّرُوا رَأْسَ başını da bağlamayın. Yəni, başını, üzünü örtməyin. فَإِنَّ اللّٰهَ عَزَّ وَجَلْ يَبْعَثُهُ يَوْمَ الْقِيَامَ مُلَبِّيًا Allah Teala qiyamət günü onu təlbiyə edərək qaldıracaq. Və həcc edən, Ərəfada dayanan, dua etməklə yanaşı təlbiyə də edə bilər. Beləcə də La ilahe illallah vahdehu la şərikə ləhul mulku və ləhul həmdu və huve alə kulli şeyin qadir. Bu zikri də çox edə bilər. Çünki ən əfsəl zikirdir. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur. Deyir ki, mən və Peyğəmbərlərin Ərəfa axşamı dediyi ən əfsəl söz La ilahe illallah vahdehu la şərikə ləhul mulku və ləhul həmdu və huve alə kulli şeyin qadir. Bəzən təlbiyəyə bu sözləri artırsa da icazəlidir. Təlbiyə etdikdən sonra desə ki, innəl xeyra xeyral əxira, həqiqətən xeyr, axirət xeyridir, bu icazəlidir. Və sünnə odur ki, Ərəfada dayanan oruç tutmasın. Baxmayaraq, Ərəfa gününün orucu haqda, fəziləti haqda hədis gəlib, səhih, sabit. Hansı ki, Peyğəmbər sallallahu aleyhi və səlləmlə soruşulur Ərəfa gününün orucu haqda, deyir ki, yukəffirus sənəl madiyə. Keçən ilin günahlarını bağışlayır. Və gəlib digər rəvayətdə, bu İmam Müslimin rəvayəti idi, digər rəvayətdə deyir ki, siyamu yevmə ərəfə əhdəsibu aləllah ən yukəffirus sənəlləti qabləhu və sənəlləti bə'də. Allahdan ümid edirəm ki, Ərəfa gününün orucu bir il qabaqki və bir il sonraki günahları bağışlasın. Bu kimə aiddir? Həccə gəlməyənə aiddir. Ərəfa gününün orucu həcdə olmayana aiddir. Ona görə səhabələr Peyğəmbərin oruclu olub olmamağını yoxladılar. Soruşmadılar. Ümmü Fadıl bintül Haris radiyallahu anhə deyir ki, insanlar ixtilaf etdilər. Bir-birləri ilə danışdılar ki, Peyğəmbər sallallahu aleyhi və səlləm orucdur, yoxsa yox. Ərəfa günü oruç tutub, yoxsa yox. Bəzisi dedi, orucdur. Bəzisi dedi ki, oruc deyil. Sonra deyir ki, radiyallahu anhə, ona bir qədəhdə süd göndərdim. Yəni, bir qabda süd göndərdim. O da dəvəsinin üzərində onu qədəhi götürüb ondan içdi. Göstərdi ki, o gün Ərəfada dayanan oruç tutmur. Əksinə sünnə oruclu olmaq deyil. Və dedi ki, dua etməkdə davam edirsən. Təlbiyə etməkdə davam edirsən. Allahdan ümid edərək ki, Allah Teala səni o gün azad etdiyi qullardan etsin. Hansı ki, onlarla fəxr edəcək həmin gün. Ərəfa günü o qulları, hansı ki, onları azad edib oddan, o qullarla fəxr edəcək kimin önündə, mələklərin önündə. Deyir ki, sallallahu aleyhi və səlləm, Ərəfa günü kimi Allah Taala'nın qullarından, cəhənnəmdən azad etdiyi başqa bir gün yoxdur. Yəni, elə bir gün yoxdur ki, o gün Ərəfa günü kimi ən çox qul azad etdiyi bir gün olsun başqa. Ən çox qul azad etdiyi oddan Ərəfa günüdür. Sonra deyir ki, sallallahu aleyhi və səlləm ki, Allah Teala yaxınlaşar, yəni bəndələrinə. Sonra mələklərin önündə o bəndələrlə fəxr edər və deyər ki, mə aradə həulə, onlar nə istəyirlər? Başqa bir rivayətdə deyir ki, sallallahu aleyhi və səlləm, İnna Allaha yubahi bi əhli Ərəfət əhlus səmə. Allah Teala Ərəfa əhli ilə səma əhlinin önündə fəxr edər. Deyər ki, undur ilə ibədi, baxın bəndələrimə. Cəuni şu'sən qubra. Gəliblər mənə, yəni yanıma, saçları dağınıq toz içində. Və Peyğəmbər s.ə.v
bu halda, yəni belə dua edərək dayanıb ta gün batana kimi. O görə alimlər bu hədisləri gətirəndə deyirlər ki, bu dəlildir ki, Allah Taala Ərəfə əhlini bağışlayır. Bu qətidir, çünki Allah Taala günahkar bəndələrlə fəxr etməz. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm elə ki, günəş batıb, Ərafadan Müzdəlifəyə doğru hərəkət edib. Tələsmədən, sakit, vüqarla, izdiham etmədən, sıxlıq yaratmadan və səhabələr də bəzisi minikdə, bəzisi piyada onu ilə bərabər Müzdəlifəyə doğru gəlib. Elə ki, boşluq tapırdı sallallahu aleyhi və səlləm biraz sürətlənirdi. Və elə ki, Müzdəlifəyə gəlib çatıb sallallahu aleyhi və səlləm ilk etdiyi əməl məğriblə işə namazını Müzdəlifədə qılmaqdır. Ona görə məğrib işə namazı Ərəfada qılınmır. Hətta geciksək, Ərəfada məğrib işə namazını qılmırıq. Harada qılırıq? Müzdəlifədə. Və Peyğəmbər sallallahu aleyhi və səlləm məğrib işə namazını Müzdəlifədə qılır. Bir azan, 2 iqamə ilə. Yəni azan verilib, 3 rükət məğrib namazı qılınıb, iqamə verdikdən sonra yenidən iqamə verilib, işə namazı 2 rükət qılınıb. Yəni cəm edib sallallahu aleyhi və səlləm bu 2 namazı. Əgər məğrib namazını qılıb, biraz işanı gedikdirmək istəsən, icazəlidir. Çünki gəlib bəzi alimlərdən deyirlər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Müzdəlifəyə çatanda heyvanları çöktürməmiş məğribi qılıb. Sonra heyvanları çöktürüb, yəni o yeməyini verib, suyunu verib, işə namazını qılıb. Yəni ehtiyac olduqda işə namazını biraz gecikdirmək icazəlidir, bəli. Amma əfsəldir ki, cəm edib, məğribi qılandan sonra işə namazını qılasan. Məğrib işə arasında heç nə qılmayıb sallallahu aleyhi və səlləm. Eləcə də işə namazından sonra heç nə qılmayıb. Necə ki, Cəbir radiyallahu anh rəvayət edir. Deyir ki, sonra yatıb fəcrə kimi, yəni sübh namazına kimi sallallahu aleyhi və səlləm. Alimlər bu məqamda ixtilaf ediblər. Peyğəmbər sallallahu aleyhi və səlləm vitri Müzdəlifədə qılıb, yoxsa yox. Cəbir radiyallahu anh'ın hədisini dəlil gətirənlər deyiblər ki, qılmayıb. Baxmayaraq hədislər var ki, Peyğəmbər sallallahu aleyhi və səlləm vitri heç vaxt tərk eləməyib. Bəzi alimlər deyir ki, qılıb. İstinad ediblər nəyə? Deyiblər ki, Cəbir radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmin yatmağını görüb. Oyanmağını görməyib. Halbuki, hədis var Abdullah ibn Abbasdan radiyallahu anhudan, deyir ki, kuntu fīmən qaddəmən nəbiyyü sallallahu aleyhi və səlləm leylətəl Muzdəlifə fi da'fəti əhlihi. Peyğəmbər sallallahu aleyhi və səlləm Müzdəlifə gecəsi əhlindən zəif olanlarla məni öndə yolladı. Ona görə bu hədisdən götürüblər alimlər ki, qadınlar və zəiflər və ya uşaqlar, qocalar Müzdəlifədən gecə yarısı çıxa bilər. Müzdəlifədən gecə yarısı çıxa bilər. Və başqa bir rəvayətdə deyir ki, Abdullah ibn Abbas radiyallahu anhu Bəni Abdülmuttalibin cavanlarını Peyğəmbər sallallahu aleyhi və səlləm uzunqulaqların üzərində, yəni minikləri nə idi? Uzunqulaq idi. Miniklərinin üzərində insanlardan öndə göndərdi. Yəni zəiflərlə, qadınlarla bərabər. Və sonra nə deyir? Deyir ki, əli ilə baldırlarımıza vururdu. Deyirdi ki, ey övladlarım, günəş çıxmamış, Cəmaranı daşlamayın. Günəş çıxmamış, Cəmaratül Əqabəni daşlamayın. Ona görə də alimlər deyiblər ki, Müzdəlifədə fəcr namazını qılmaq hər kəsin üzərindədir. Yəni, hər kəsin boynundadır ki, Müzdəlifədə fəcr namazı qılsınlar. İstisnadır zəiflər və qadınlar, hansı ki, onlara Peyğəmbər sallallahu aleyhi və səlləm icazə verib gecənin yarısı
Çıxsınlar Müzdəlifədən. Sonra Peyğəmbər sallallahu aleyhi və bu hədislər hansı ki İbn Abbasdan gəlir, bu hədisləri dəlil olaraq gətirən alimlər deyirlər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm oyanıb gecə. Yəni, bu əməlləri edib, zəifləri göndərib, tövsiyələrini edib gedənlərə ki, namazı qılandan sonra həmən Cəmaratul Əqabanı daşlamasınlar, gözləsinlər, günəş çıxsın. Gözləsinlər, günəş çıxsın. İlla ki, yəni oyanıb, ehtimal var ki, vitri də qılıb, Allah daha doğru bilir. Və Peyğəmbər s.ə.v elə ki, fəcri qılıb Müzdəlifədə Məş'aril Haram deyilən yerə yaxınlaşıb. Və biz Müzdəlifədə harada dayanacaqsa, ora bizim üçün dayanacaqdır. Yəni, Müzdəlifənin hamısı dayanacaqdır. Yəni, Peyğəmbər s.ə.v-lə gələn hədislərə baxsaq, deyirdi ki, mən burada dayandım, Ərəfə hamısı dayanacaqdır. Mən Müzdəlifədə dayandım, Müzdəlifə hamısı dayanacaqdır. Nə ilə tanınır Müzdəlifə ərazisi? Nişanələri ilə görəcəksiniz. Və Peyğəmbər s.ə.v Məş'aril Haram deyilən yerə gəlib. O kiçik bir təpədir, lakin indi yoxdur o yer. Yəni, onun yerində məscid var. Orada dayanıb sallallahu aleyhi və səlləm qibləyə yönəlib, Allah həmd edib, təkbir edib, təhlil edib, yəni la ilahe illallah deyib, Allah Taala'nı təkləşdirib ibadətdə dua edib ona ta ki günəş azacıq saralana qədər, yəni günəşin duası azacıq görsənənə qədər, yəni günəş çıxmağa başlayana qədər. Və dedi ki, Müzdəlifənin hər yeri dayanacaqdır. Harada dayansan, o duanı etsən icazəlidir. Sonra elə ki, günəş çıxandan sonra Peyğəmbər sallallahu aleyhi və səlləm səhabələri ilə bir yerdə Minaya doğru hərəkət edib, təlbiyə edərək, təkbir edərək, təhlil edərək və elə ki, Muhassir adlanan vadini keçib sallallahu aleyhi və səlləm, o vadidə biraz sürətli keçib. Mina ilə Müzdəlifə arasında bir yer deyiblər ki, alimlər o yerə bəla gəlib. Bəzi alimlər deyib ki, o yerə gələn bəla hansı qövmə gəlib? Əbraha və onu ilə olanlar hansılar ki, Kəbəni dağıtmaq üçün fillərlə gəlmişdilər və Allah Teala məhv edib onları əbabil quşları səbəbi ilə. Və Peyğəmbər s.ə.v o vadidən sürətli keçib. Yəni biz görəcək oranı yoxsa yox, Allah bilir. Çünki müasir yollar hansı ki çəkilib zəvvarların hərəkəti üçün bəzən o yerə düşmür. Sonra Peyğəmbər s.ə.v Minaya doğru hərəkət edib yolun ortasını tutaraq ta ki gəlib Cəmaratul Əqabaya çatana qədər. Cəmaratul Əqabə o daşlanan yer hansı ki şeytan kimi tanıyır əksər zəvvarlar, kiçik şeytan, orta şeytan, böyük şeytan, o ən sonuncusudur. Yəni birincidə daş atmayıb, ikincidə daş atmayıb, ta gedib axırıncıya çatana qədər gəlib sallallahu aleyhi və səlləm Cəmaratul Əqabəni daşlamaq üçün. Və ilk daşı atanda da dedi ki, təlbiyə dayanır və daşda 10-cu Zilhiccənin artıq neçənci gün olur o? Zilhiccənin 10-cu gününün əməlləridir. Başlayır daşlamaqdan, sonra heyvanı, yəni qurbanı kəsməkdən, sonra başı qırxmaq, sonra Kəbəni tavaf edib səy etməkdən, onu da inşallah sabahçı dərsimizə saxlayırıq. Allah Teala bizi eşidib faydalardan etsin. Allah Teala bizim həccimizi məbrur həclərdən etsin. Səyimizi qəbul olunan səylərdən etsin. Günahlarımızın bağışlanmasına səbəb etsin. Bizi cəhənnəm əzabından qorusun. Bizi cənnətinə daxil etsin. Öz razılığı ilə, yaxşılarla, siddiqlərlə, salihlərlə, peyğəmbərlərlə bərabər etsin. Ölkəmizi, digər müsəlman ölkələrini hətadan, bəladan qorusun. Əqulu mə təsmə'un və əstəğfirullah li və ləkum və lisəiril muslimin min kulli zəm fəstəğfiruhu innəhu huvəl-ğafur-rahim. İstəmir.